Salam əziz izləyicilər, qaldığımız yerdən davam edirik. Artıq keçirik trigonometrik tərinliklər hissəsinə. Sadə trigonometrik tərinlikləri öyrədəcəm sizə, əsas qaydaları. Deməli, ilk öncə sinus üçün başlayırıq. Yadda saxlayın, yazıram trigonometrik tərinliklər. Uşaqlar, sinus x bərabərdir a tərinliyini həll edək. Amma burada a deməli 0 ilə 1 arasında olsun. Yəni müsbət bir ədəd olsun. Amma 0, 1 olmasın da biz axı bilirik sinusun qiymətləri çoxluğu mənfi 1, 1 aralığındadır. Bu zaman x-i tapmaq üçün bu düsturdan istifadə olur. Mənfi 1 üstü k. K burada tam ədəddir. Arc sinus a üstəgəl pi k. Arc sinus nədir? Trigonometrik funksiyanın tərsidir. Məsəl üçün tutaq ki, sinus 30-da 2-də 1 alırsa, arc sinus 2-də 1 30 dərəcə deməli. Yəni bu qiymət bizdə bucağı bildirəcək. Tutaq ki, bu 2-də 1 olsa, sinus 2-də 1 nədə alır? Onu bildirəcək. Təbii ki, k daxildir z, yəni k tam ədəddir. Amma sinus x bərabərdir a yazılsa və a mənfi 1 ilə 0 arasında olsa, yəni mənfidə də olsa, bu zaman x-imiz belə tapılacaq. Mənfi 1 üstü k üstəgəl 1 arc sinus a üstəgəl pi k. Yenə k daxildir z. Nə deməkdir bunlar? Məsəl üçün, mənə deyir ki, sinus, məsələn, 5x bərabərdir kök 3 bölü 2. Kök 3 bölü 2 uşaqlar bu aralığa daxildir də. Ona görə biz bu düsturdan istifadə edirik. Yazırıq 5x, axı burada arqument 5x-dir. Mənfi 1 üstü k. Aha, sinus kök 3 bölü 2-ni nədə alır? Alır 60 dərəcədə. 60 dərəcədə pi böl 3 deməkdir. Üstəgəl pi k. Hər tərəfi bu 5-ə bölürük. X-in soluna bölürük. Olur x bərabərdir. Mənfi 1 üstü k-ya dəymirik. Pi böl 3-ü 5-ə bölünür. Pi böl 15. Üstəgəl pi k-nı da bölürük 5-ə. Qutardı. K daxildir z. Variantlarda bunu işarə edirsiniz, gedir. Mənfi halında bir dənə misal yazaq. Yazır ki, məsəl üçün, sinus 4x bərabərdir mənfi 2-də 1. Mənfidirsə 4x-a dəymirik. Mənfi 1 üstü k plus 1 yazırıq. Sonra 2-də 1-i sinus alır, deməli 30 dərəcədə, yəni pi böl 6-dır. Üstəgəl pi k. Hər tərəfdə bu 4-ə bölürük, olur mənfi 1 üstü k plus 1 pi bölü 24 üstə pi k böl 4. K da daxildir z. Bax, cavab olur bu. Məsələn, bizə deyə bilər ki, bu tərinliyin tutaq ki, ən kiçik müsbət tam həllini tap, nə bilim, ən kiçik həllini tap, ən böyük həllini tap. Bu tip suallarda k-ya qiymət qoyuruq, mənfi 1, 0, 1. Məsələn, desə ki, tutaq ki, nə desin, ən böyük mənfi həllini tap desə, ən böyük. Biz bura k-ya 0 versək, bura gedəcək. Bu olacaq mənfi 1 üstü 1, mənfi 1, pi bölü 24-də vuracaq, olacaq mənfi pi bölü 24. K-ya 0 verməklə tapacaq. Və s. Yəni, ədədlər verib, eləncə tapacaq. Bu belə. Bir də sinusun xüsusi halları var. Sinus x bərabərdir 1 halı, sinus x bərabərdir 0 halı və sinus x bərabərdir mənfi 1 halı. Bunlar xüsusi hallardır. Bu asandır. Bax, sinus 1-i alır 90 dərəcədə, yəni pi bölü 2-də. Və həmişə 1-lərdə, mənfi 1-lərdə sinusla kosinusda 2 pi k olur dövr. Çünki hər 360-dan bir eyni şey alır, ona görə. K daxil z. Bu bizdə sinusun xüsusi halıdır. Sinus 0-da alır 0. 0 üstəgəl pi k. Çünki hər pi k-dan 180-dan bir yenə 0 alır. Axı, məsəl üçün, bax, sinus burada 0 alır, bir də 180-dan bir yenə 0 alır, yenə 0 alır, hər 180-dan bir 0 alır. Ona görə 0 üstə pi k-dır. 0-ın üstə pi k gəlir, pi k ilə. K da daxildir z-ə. Və nəhayət sinus mənfi 1 alır 270 dərəcədə, yəni 3 pi bölü 2-də üstəgəl 1 ilə mənfi 1-də dövr 2 pi k olur. K da daxildir z-ə. Bəzən 3 pi bölü 2 yox, mənfi pi bölü 2 yazırlar, eyni şey deməkdir. Bu da oldu sinusun xüsusi halları. Məsələn, bir dənə misal göstərsək, tutaq ki, yazıb ki, 5 sinus 6x bərabərdir 5. Bu 5-i bu 5-ə bölürük, eləyir 1. Oldu, sinus 6x bərabərdir 1. Xüsusi hal. Onda 6x bərabərdir 1-də alır pi bölü 2, üstəgəl 2 pi k. Hər tərəfdə 6-ya bölsək,
X bərabərdir pi böl 12 üstəgəl 2 pi k böl 6. Bunlar da ixtisar getsə olacaq. X bərabərdir pi böl 12 üstə pi k böl 3. K da daxildir z. Bir də çaşdırmaq üçün belə bir sual verir. Yazaq ki, tutaq ki, sinus x bərabərdir. Tutaq ki, 4. Deyər bunu həll elə. Bunun həlli yoxdur, boş çoxluq. Çünki sinusun qiymətlər çoxluğu mənfi 1 parçasıdır. Keçdik kosinusa. Kosinus x bərabərdir a tənliyində. A yerləşsin 0-dan 1 arasında, yəni müsbət ədəd olsun. Bu zaman nə edəcək? Düstur budur. Müsbət mənfi arc kosinus modul a üstəgəl 2 pi k. K da daxildir z. Misal yazacağım birazdan. Amma kosinus x bərabərdir a-da a mənfi ədəd olarsa, yəni mənfi 1 ilə 0 arasında olarsa, onda düstur budur. X bərabərdir müsbət mənfi pi çıxılsın arc kosinus modula üstəgəl 2 pi k. K da daxildir z-ə. Bu da bizdə kosinusun düsturları. Misal yazmağa ehtiyac varsa yazaq. Məsələn, mənfi halını yazaq. Yazaq ki, kosinus 7x bərabərdir mənfi 2-də 1. Mənfidirsə 7x-ə dəymirik, müsbət mənfi yazırıq, pi çıx yazırıq və 2-də 1 kosinus alır 60 dərəcədə, yəni pi bölü 3-də. Üstəgəl 2 pi k. İndi 7x-ə dəymirik, müsbət mənfini yazırıq. Pi-dən pi bölü 3 çıxanda eləcək 2 pi bölü 3 üstəgəl 2 pi k. Hər tərəfdə 7-yə bölürük. Müsbət mənfi 2 pi böl 21 üstəgəl 2 pi k böl 7. K daxildir z. Və s. Sadələr də var. Və xüsusi halları var. Kosinusun xüsusi halı 1-dir, yenə 0-dır və mənfi 1-dir. Bunlar həmişə xüsusi hallar olacaq. Kosinus 1 alır 0 dərəcədə, yəni 0 yazılmır və hər 360-dan 1 alır. Yəni 0 üstə 2 pi k elə 2 pi k. Yəni hər 2 pi k da 1 alır. K da daxildir z-ə. Kosinus 0 alır 90-da, yəni pi bölü 2-də. Sıfırlarda həmişə dövr pi k olacaq. Hər 180-dan 1 alır. K da daxildir z-ə. Və nəhayət mənfi 1-i kosinus alır 180-da, yəni pi-də üstəgəl 1-lərdə mənfi 1-lərdə dövr 2 pi k olur. Yəni hər 360-dan 1 alır. K daxildir z. Bu da belə. Bu düsturları yaxşı bilin ki, misal həllərini izah edəndə başa düşəsiniz. Misal nümunələri birazdan baxacağım topluda. Sonra gəlir tangensə. Tangens. Artıq tangesdə mənfi 1 aralığında qiymət alınır. Axı tangensin və kotangensin qiymətlər çoxluğu mənfi müsbət sonsuzluqdur. Ona görə burada müsbət a-ya baxacağıq, bir də mənfi a-ya. Müsbət a-larda arc tangens a üstə pi k-dır. Tangens və kotangensdə həmişə pi k olur dövr. Və tangens x bərabərdir a. A mənfidirsə, bu zaman mənfi arc tangens a üstəgəl pi k olacaq. Məsələn, deyir ki, tangens x bərabərdir kök 3. Tangens kök 3 alır. Deməli, 60 dərəcədə, yəni pi bölü 3-də üstəgəl pi k. Bitdi. Məsələn, mənfi kök 3 olsa, mənfi pi bölü 3-də pi k olacaq. Bax, mənfi olsa, heç nə, bir dənə qabağına mənfi atırıq, olur pi bölü 3-də yenə pi k. K da daxildir z. Belə. Çox asandır. Xüsusi hallarına baxırıq. Deməli, tangensin 1 olduğu hal. Tangens 1 alır 45 dərəcədə, yəni pi bölü 4-də. Üstünə də pi k gələcək həmişə. K da daxildir z-ə. Tangens x bərabərdir 0. Tangens 0 0-da alır, 0-da yazılmır və hər 180-dan 1 alır sinus kimi. Olur pi k. K da daxildir z. Və nəhayət tangens mənfi 1-i alır. Deməli, mənfi 45-də. Üstəgəl pi k. Belə bir şey. Gəldik kotangensə. Kotangens x bərabərdir a tənliyi. A müsbət olarsa, olacaq arc kotangens a üstə pi k. K daxildir z. Kotangensin mənfi halında isə düstur belə olacaq. Pi çıx arc kotangens a
üstəgəl pi k. Kosinus oxşuyur biraz bu hissəsi. Xüsusi hallar necədir? Bunları tez-tez yazıram, misallar üzərində izah edəcəm. Kotanyesin 1 olduğu hal, kotanyesin 0 olduğu hal və kotanyesin -1 olduğu hal. Kotanyes 1 alır, yenə 45-də üstəgəl pi k, k daxildir z. Kotanyes 0 alır 90-da pi bölü 2 üstəgəl pi k olur. Kosinus kimi davrananda kosinus 0-dan alırsa kotanyes də 0-da onu alır. Və nəhayət, burada k daxil edəcəkdir. Kotanyesin -1 olduğu hal uşaqlar belədir. 3 pi bölü 4 üstə pi k. K da daxil edəcəkdir. Bu da oldu bizim xüsusi hallarımız. Gəlin sadə trigonometrik tənliklərdən misal nümunələrinə baxaq. Məsələn, məsələn, gəlin bura baxaq. Birinci sualdan başlayaq. 2 kosinus x 1-dirsə, birinci bu 2-ni bu tərəfə atırsan, yəni 1-i 2-yə bölsən olur. Kosinus x bərabər 2-də 1. Kosinusun müsbət halları necə idi? Müsbət mənfi ilə başlayırdı. Yəni bu ola bilməz, bu ola bilməz, bu ola bilməz. Və 2-də 1-i kosinus alır 60 dərəcədə, yəni pi bölü 3-də. Üstəgəl 2 pi k. Y variantı. Sonra bu da eyni cür əldə olunur. Baxın, gəlin bunu əldə edək. Bunu bu tərəfə atanda olacaq tangens x bərabərdir kök 3. Tangens kök 3 alır, deməli 60 dərəcədə, yəni pi bölü 3-də üstəgəl pi k. Bizə deyir ki, ən kiçik müsbət kökünü tap. Ən kiçik müsbət kökünü tapmaq üçün k-ya 0 qoyaq ki, ən kiçik müsbət əldə alınsın. Bu gedir, cavab olur pi bölü 3, yəni A variantı. Məsələn, 9-cu suala baxaq. 9-cu sualda deyir ki, bu tənliyin bu parçadakı köklərinin sayını tap. Burada nə edəcək uşaqlar? Gəlin bunu yazaq lövhədə. Deyiləm. Tangens x bərabərdir 1 tənlik. Birinci bunu əldə edəndə bu xüsusi halda tangens 1 alır 45-də pi bölü 4 üstə pi k. Uşaqlar, bunun mənfi pi bölü 2 və 0 parçasındakı köklərini tapmalıyıq. Biz bura k-ya 0 qoysaq, x olacaq pi bölü 4. Sonra k-ya 1 qoysaq, x olacaq pi bölü 4 üstə pi, lap böyüyəcək də. K-ya -1 qoysaq, olacaq x-imiz deməli pi bölü 4 çıx pi. Deməli, bax bu hissə böyük olacaq. Yəni olacaq, bu nə deməkdir mənfi pi bölü 2? Yəni mənfi 90 ilə 0 parçası. Düzdürmü? Bu 45 dərəcə eləyir. Bu 45 üstə 180, yəni 135 dərəcə eləyir. Bu da 45 çıx 180, yəni mənfi 135 eləyir. Uşaqlar, mənfi 135 bura girə bilməz. Çünki mənfi 90 ilə 0 arasında mənfi 135 yoxdur. Bu lap kiçikdir. 135 də lap böyükdür. Girə bilməz də bu aralığa. Amma 45 bu aralıqdadır. Yox, heç o da deyil. O da deyil. Üzr istəyirəm. Niyə? Çünki 0-dan böyükdür axı. Heç bu da girmir. Bunlar girmirsə, bunların böyüyü, kiçiyi vəbşi bu aralığa girməyəcək. Yəni bu arada, bu arada. Bu tənliyin həlli yoxdur. Heç bir həlli yoxdur. Cavab yoxdur. Amma ola bilər ki, tutaq ki, hansısa bura girərdi, o həllərin sayını götürərdik. Məsələn, bir də bizə belə tənliklər versə, uşaqlar yazsa ki, tutaq ki, yazsa ki, sinus x vur kosinus x bərabərdir. Məsəl üçün, bir tənliyi tutaq ki, həll elə. Bunu həll etmək üçün, bax, bunu eyniliklərdən sadələşdirsən. Eyniliklərə dedik ki, bu sinus 2x bölü 2-dir də, bərabər 1. Məsələn, bura hətta 0,5 yazacaq. Aha. İndi çarpaz vursam sinus 2x bərabərdir 0,5 2-yə vuram 1. Bunu həll edirəm. 2x bərabərdir xüsusi halda 1. 1-i alır 90-da pi bölü 2 üstəgəl 2 pi k. Hər tərəfi bu x-in soluna bölürəm, olur pi bölü 4 üstəgəl 2 pi k bölü 2. Yəni
pi bölü 4 üstə pi k. K da daxildir z. Belə bir şey olur. Bir də belə bir sual göstərmək istəyirəm sizə. Məsələn, yazıb ki, tutaq ki, sinus alfa bərabərdir sinus betaya. Deyir, alfa beta üçün hansı münasibət doğrudur. Bunu əldə etmək üçün bunu bu tərəfə atırsam, olur sinus alfa çıx sinus beta. Uşaqlar, bayaqları, yəni bundan əvvəlki mövzuda mən sizə sinus alfa çıx sinus beta düsturunu yazdırdım. O düstur belə idi deməli. 2 vur sinus alfa çıx beta bölü 2 vur kosinus alfa üstə beta bölü 2. Bax, belə bir düstur idi. Düzdürmü? Bərabər 0 yazıram. Niyə 0 yazıram? Çünki bu tərəf keçəndə burada içində qalmır, axı 0 qalır ona görə. Hər tərəfi 2-yə bölürəm. Bu 2 gedir. Qalır belə bir ifadə. Hasilin 0 olması üçün onların hər birliyi ayrı-ayrılıqda 0-a bərabər olmalıdır. Aha. İndi sinus 0 xüsusi haldır. Alfa çıx beta bölü 2-yə dəymirəm. Sinus 0 alır pi k-da. Hər tərəfdə 2-yə vursaq alfa çıx betamız olacaq. 2 pi k. Bunu əldə etsəm, burada da alfa üstə beta bərabər olacaq. Kosinus 0 alır pi bölü 2-də üstə gəl pi k-da. Alfa üstə beta bölü 2-də bu üzrsən, bu hissəni yazdım. İndi hər tərəfi burada 2-yə vursaq, alfa üstə beta olacaq. Pi üstə gəl 2 pi k. Cavab bax bununla budur. İkisi də eyni variantda olacaq. Belə bir şey var, topluda onu izah edim. Sonra topluda belə bir sual var. Yazır ki, məsələn, kotangens x bölü 2 çıx pi bölü 2 bərabərdir -1 tənliyini həll elə. Uşaqlar, burada belə edəcəm. Kotangens pi bölü 2 çıx x bölü 2 yazacağım, amma qabağa mənfi atmaq şərtli yerlərini dəyişdim. Çünki kotangens tək funksiyadır, yəni mənfi qabağa keçir. Amma bu kosinus olsaydı heç mənfi yazmağa ehtiyac yoxdur. Rahat yerini dəyişərdim. Bərabərdir -1. Pi bölü 2 90-dır və 90-da çevirmə düsturuna görə ad dəyişir. Olur tangens x bölü 2-yə dəymirəm. Bu mənfi ilə bu mənfi gedir. Deməli olur bərabər 1. Tangesdə 1 xüsusi haldır. 1-i alır 45-də. Pi bölü 4 üstə pi k-dır. Hər tərəfi məxrəzdəki 2-yə vuraq ki, x alınsın da. Onda x bərabər olur pi bölü 2 üstə 2 pi k. Pi bölü 2 üstə gəl 2 pi k. Bax, belə bir şey. K daxil z. Belə bir maraqlı sual vardı. Onu izah etməyə çalışdım. Sonra başqa nə var məsələn? Fərqli. Fərqli belə bir sual var. 4 sinus tutaq ki, x bölü 2 vur kosinus x bölü 2. Bərabərdir 1 tənliyi. Uşaqlar, mən bu 4-ün yerinə yazıram 2 vur 2, bu 4-ün yerinə. Sinus x bölü 2, kosinus x bölü 2. Bərabərdir 1. Bu bizə düstur verir, eynilik. 2 sinus alfa, kosinus alfa bizə sinus 2 alfanı verir. Yəni, qabaqdakı 2-yə əl dəymirəm. Sinus 2 vur alfamızda x bölü 2-də bərabərdir 1. Bunlar gedir, olur 2 sinus x bərabərdir 1. Buradan sinus x tapsaq 2-də 1 eləyir. Sinus da 2-də 1 alır 30 dərəcədə. Amma müsbətlərdə belə də düstur. -1 üstü k 30 dərəcə pi bölü 6 deməkdir. Üstə gəl pi k. Bax, cavab budur. K da daxildir z. Belə. Yəni, bacardığım qədər bütün nümunələrə baxmağa çalışdım. İndi nəsə yadımdan çıxıbsa, yenə sual verərsiniz, izah edərəm. Yəni, tənliklər də bu cürdür. Bir də belə bir sual yazayım sizə üçün. Bu da imtihana düşmüşdü ona görə. Məsələn, yazır ki, tutaq ki, A-nın hansı qiymətində sinus 3x bərabərdir 2a tənliyinin həlli var. Bunun həlli varsa deyir, A-nı tap. Bizdə bir iki sinusun tək qüvvətində qiymətlər çoxluğu -1 aralıqdır. Yəni, bu hissəni bir dəfə müsbət 1, bir dəfə -1-ə bərabər eləməlisən. Hər tərəfi 2-yə bölürük. Cavab olur -2-də 1 ilə müsbət 2-də 1 parçası. Cavab olur, bax bu. Bax, bu topluda var və imtihana da belə bir sual düşmüşdü. Bir dənə sual yazmaq istəyirəm sizin üçün. 2 dənə sual yazım, yekunlaşdırıram. Məsələn, belə bir sual yazıram. 2 kosinus 3x üstə gəl kosinus 50 dərəcə bərabərdir sinus 40 dərəcə. Belə bir sualda görmüşəm imtihanda. Biz bilirik ki, çevirmə düsturuna görə kosinus 50-ni, kosinus 90 çıx 40 kimi yaza bilərəm. Buna dərd deyim. Və
90-da ad dəyişir olur sinus 40. 90-dan da 40 çıxanda birinci rübət düşür. Yəni 1-də hamısı müsbət deyənə olduğu kimi qalır işarə bərabərdir sinus 40. Bu sinus 40-ı bu tərəf atanda bunlar gedəcək. Burada qalacaq 0. Yəni 2 kosinus 3x bərabərdir 0. Hər tərəfi 2-yə bölürəm. Olur kosinus 3x bərabərdir 0. Kosinusun 0-ı xüsusi haldır. 3x bərabərdir 0 alır deməli. Pi bölü 2 üstə pi k-da. Hər tərəfdə 3-ə bölürəm. Olur pi bölü 6 üstə pi k bölü 3 k-da daxildir z. Bu da belə. Bir dənə də sual yazdım. Yekunlaşdıraq. Məsələn yazıram. Kosinus kvadrat x çıx sinus kvadrat x bərabərdir 2-də 1. Çalışın 2 dənə trigonometrik funksiya olmasında buna eynilik kimi əldə edin. Bu eyniliklərdə kosinus 2x düsturudur. Kosinus 2x düsturu bərabərdir 2-də 1-ə. 2x bərabərdir. 2-də 1-i alır müsbətdir deyənə. Müsbət mənfi yazırıq. 2-də 1-i alır deməli pi böl 3-də. 60 dərəcədə kosinus. Üstə gəl 2 pi k. Hər tərəfdə bu 2-yə bölürük. Olur müsbət mənfi pi böl 6 üstə pi k. Bu 2 ilə bu 2 gedirdi ona görə. K da daxildir z. Deyəcəklərim bu qədər. İnşallah nəyəsə başa düşməsəz deyərsiniz, izah edərəm. Yəni buraxılış tipi suallar yazıram. Blok tipləri saxlamışım bloka. Yenə nə sualınız olarsa, nə çətinliyiniz olarsa kömək edərəm. Bir də uşaqlar belə suallar olsa tutaq ki sinus x bərabər tutaq ki 0,99. Tutaq ki desə ki bunun 0,2 pi parçasında neçə həlli var? Baxın, cavab əgər 1 ilə -1 arasındadırsa, deməli bunun kökü var. Amma bu 1,99 olsa, nə bilim, -2,99 olsa, bunun kökü yoxdur. Burada qısa yol nədir uşaqlar? Burada qısa yol belədir. Bax, burada neçə pi var? 2 pi. Bax, buradakı neçə pi varsa, bu tənliyin əgər həlli varsa, həmin o əmsalın sayı qədər kökü olur. Yəni, burada əmsal 2 deyənə cavab 2 dənə kökü var. Sən burada 0,2 pi yox, 0,4 pi parçası olsaydı 4 dənə kökü var. Belə. Mütləq videolara çoxlu baxın, təkrar edin. Tam başa düşün, sonra trigonometriyanı işləyin. Növbəti dərslərdə də vektorların izahını verəcəm. Trigonometriya hələ ki buraxılış səviyyəsində bitdi. Sağ olun. İnşallah ki bir faydam toxunmuşdur sizə. Sağ olun.